Fövqəladə Hallar Nazirliyinin sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə agentliyin müfəttişləri tərəfindən Qazax rayonunun Xanlıqlar kəndində fəaliyyət göstərən fərdi sahibkar Bədəlov Vidadi Məmmədoğluna məxsus maye qaz doldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, maye qaz doldurma məntəqəsində istismar olunan maye qaz tutumunun istismar müddətinin bitdiyi, tam texniki müayinəsinin aparılmadığı, tutumun üzərində quraşdırılmış qoruyucu klapanların dövrü yoxlanılmasının keçirilmədiyi, həmçinin tutumun üzərində quraşdırılmış manometrlərin iş prosesində yoxlanılmadığı müəyyən edilib. Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qaz doldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.